Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, bir aydan artıqdır video çəkmiyordum. İndi Temu'dan təzə paketim gəlib. Paketi açaq görək bunun içində nə var. Temu gene ağırlanıb bu arada. Mənə hədiyyəli paketlər göndərir. Lap əvvəlki videolarımda hədiyyəli paketi nə tərəliyordum onu izah eləmişəm, oradan baxarsınız. Baxmaq istəsəniz. Açaq görək indi nələr almışam. 2 dənə hədiyyə də nə gəlib. Hələ hamısını sökək tökək. İndi başlayaq bir açmağa, ama qiymətləri yadımdan çıxıb. Yəqin ki videoya əlavə eləyərəm bir ekrana yazarım nəyə neçə aldığını. Bu nədir? Dostlar, bu bir də yerə düşdü. Şkaf sürmələrinin qapağından ötürü arxasında şurpu da var. Baxın. Belə bir əl tutma da yeridir, dəstəkdir. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, bir de gene yere düştü. Bu da 12. 12 tane de şurupu var arkasından bağlamaya. Şkafın sürmələrinin qolları qırılıb. Onları düzəldəcəm. Bunun hər rəngi də olur əslində. Məsələn, mən sadə olsun deyim, belə ağ şüşə rəngi aldım. 12 dənə beləsidir, səhv eləmirəmsə 12 dənəsi 10 lari nəsə elə bir şey olmalıydı. Bu da 5 lari neçə qəpik olmalıydı, 100 dənə yara bandıdır. Bildiğimiz yara bandı da, leykoplastır. Parmağımız yaralandı sarmağa. 100 dənədir bunun içində. Sonra bundan neçə dənə gəlib bilmirəm, 3 paçkadır. Sıfır tam onda 5 ölçülü. Bu böyle 2 manat, yarım 3 manatsa da olmalıydı. İçində neçə? 12 dənə olur bir kutuda. 3 kutu gəlib. 36 dənə yəni. 3'ü də 0,5 razmıyında. Dostlar, bu bilirsiniz nədir? Bəzi qələmlərin içi dəyişirilə bilən olur. Ya da sirkul, dairə çəkən sirkulun üzləri dəyişirilə bilir. Məndə elə bir sirkul var. Onun yox idi, ona almışam bunları. Yəni diyorum, dəqiq qiymətlərini bunların telefondan baxacağım, nədir, neçədir yazacağım. Bu nədir? Kompüterə, telefona da televizora baxmaqdan ötürü belə bir çərçivəsiz açqı. Sonra bu 23 lira 50 qəpik olmalıydı, səhv eləmirəmsə. Dostlar, bu bir smart telefon kadrosudur. Bu üçüncümdür, mənim 2 dəfə almışam. Hərəsini bir neçə ay işlətdim. Xarab elədim.
Bıçağa ehtiyac olmadan açıldı özü. Belə bir telefon kadrosudur dostlar. Üstündə gül şəkli. Burada bu işteki telefonu zaryadka yerine keçir. Oradan enerji götürür. Telefonla danışdıqca, nə bilim, zəng gəldikcə ya telefonda mahnıya qulaq asdıqca burada 7 renk işıq dəyişirilir. Bunun içində renk yanır. Gecə telefona inanılmaz gözəllik verir. Yəni benim bu mənim indiyə qədər 3-cü beləsi kabromdur. İkisini alıb xarab eləmişəm. İndi deyəcəksiniz tez xarab olursa bunu niyə alırsan? Hər bir şeyin həvəskardır da. Tez xarab olmağının da səbəbi odur ki, telefonu hər dəfə zaryadkaya qoşduqca bunu çıxartmalı oluram da. Buradan hər dəfə açılıb bağlandıqca bu divdən oynur. Mikroschema lent var burada. Bu lenti xarab olur. Dostlar, bunlar mənim pulla aldıqlarım idi. Bu sürmə əl tutanları, telefon qabı, qələm ucluğu silkurdan ötürü. Bu da yara bandı. Bunu saxla. İndi mənə hədiyyə gələnlər dostlar, 2 dənə hədiyyə gəlir. Dostlar, hədiyyə Mr. Benz'e belə bir 2 dənə H1 led gəlir. Bir çüt H1 led. Bir də hədiyyə olaraq dostlar belə bir şey sifariş eləmişdim. Daha doğrusu hədiyyə belə istəmişdim, seçmişdim. Hədiyyə seçimini mənə buraxır da Temu. Seçirəm hədiyyələrin içindən. Buradan belə bir kabel çıxdı. USB Type-C. Bu trankın şunurlarını çıxart buraya tranki. Trankın şunurlarını gətir, sabah mən satmışdım. Nədən bu? Belə bir şeydir. Bunu yoxlayaq. Mənə maraqlıdır, bunu bir dənə yoxlayaq. Akşam baxanda görəcəksən. Belə bir renk. Mədə rəngidir. Bunu qaranlıqda göstərəcəm nətər olur. Axşama videoyu bağlamayacağım. Axşama video davam edəcək. Qaranlıqda bu nətər yanır. Göstərəcəm. Bir dənə bu Mr. Benz'in biligin lamışqalarını da yoxlayaq. Gene mənim 12 volt aparatımla 220'yi 12 eləyən. Belə yanır. Bunu da gene maşında qoşub göstərirəm axşam. Dostlar, videonun axırıncı hissəsini izlədiniz, o ulduzların nətər yandığını gördünüz. Yaxşı görünüşü var. Ama bir şey deyim ki, bunlar hiçbir şeye yaramadı. H1 ledlər. H1 bilməyənlərdən ötürü deyirəm. Mercedes W202 kuzovanı, yəni C klasın eyni vaxtda həm danli, həm bliğni işıqlarına gedən bir lampışkadır. Ştekeri bu formada da arxası. LED idi bu.
8 ki de karşısında 10 tane ledi var idi. Ama hiçbir işe yaramadı. Yani inanın ki koştum maşına da. Patvarnik bunlardan yaxşı işıqlandırırdı. Yəni 2 metrəyə qədər patvarnik işıqlada bilir. Amma bunlar heç faranın içində yandığı belə bilinmirdi. Gözümü zillədim, baxdım ki, görüm yanırmı. Hələ bunu yanıb yanmadığını çıxardıb qıraqda yoxlayanda da perdaqların birini də yandırdım. Nəysə ki, ehtiyatım var idi. Yəni bunlar heç bir şeyə yaramadı. Belə dostlar, salamat qalın, gələn videomuzda görüşərik.